Dərin şəfa duası. Bismillahirrahmanirrahim. Ya Haqq, mən bəzən başqalarının gözləntiləri ilə yaşadım. Özümü gizlədərək maskalar taxdım, öz kimliyimi parçaladım. Muhammedin nur bilincində mənə xatırlat. Mən artıq bütünəm. Başqası üçün yaratdığım putlara ehtiyac yoxdur. Bütün rollar, maskalar və uyğun olma təzyiqləri şəfa ilə yıxılır. Yerini təvazu və daxili güc alır. İndi mən bütövəm. Özümü tamamilə qəbul edirəm. Öz kimliyimlə, nurumla var oluram. Amin. Niyyət. Niyyət edirəm ki, özümün dışında yaratdığım bütün kimliklər, maskalar və putlar mənim üçün təhlükəsiz şəkildə yıxılsın. Niyyət edirəm ki, özümü bütöv və tamamilə qəbul edim. Öz ruhumun nurunu gizlətmədən yaşaya bilim. Bu niyyətim ilahi aşk portalında, Muhammedin nur bilincində təvazu və hikmətlə açılsın. Oldu. Olduruldu. Şükür. Dərin suallar. Hansı maskaları və rolları gündəlik həyatımda saxlayıram? Hangi başqasının gözləntisi mənim kimliyimi təzyiq altında saxlayır? Bu maskaları buraxsam nə itirəcəyimi düşünürəm? 4. Bütöv olmaq mənə hansı rahatlığı gətirir? Özümü tam qəbul etmədiyim anlarda hansı qorxu işləyir? Bugün mən hansı kiçik maskadan azad oldum? Özümü bütöv hiss etmək üçün hansı adımı atmaq olar?